Salam müəllimələr, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz ümumi təlim nəticələri. Nə deməkdir ümumi təlim nəticələri? Ümumi təlim nəticələri demək olar ki, məktəbəqədər təhsildə ən əsas mövzulardan biri sayılır. Qəbulda da daha çox düşəcək sualların biri də ümumi təlim mövzusundan olacaq. Demək olar ki, ümumi təlim mövzusundan qarşınıza çıxacaq suallar daha çox olacaq. Buna görə də bu gün bu mövzunu sizə sadə, aydın dillə izah eləyəcəm. İnşallah bu mövzunu siz tam dəqiq, aydın şəkildə anlasanız, tam dəqiq qavrasanız, başa düşsəniz, sizin üçün plan yazmaqdır, sizin üçün məqsəd qoymaqdır, standart seçmək çətin olmayacaq. Keçək mövzumuza. Ümumi təlim nəticələri mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Nə deməkdir bu müəllimələr? Yəni, ümumi təlim nəticəsi dərsin sonunda uşağın nə bacardığını göstərən bir nəticədir. Yəni, biz dərsi nə öyrətdik deyə yox, uşaq nə bacardı deyə planlaşdırmalıyıq. Yəni, burada uşağın bacardığı öndə götürülür. Və yaxud da ki, deyə bilərik ki, ümumi təlim nəticəsi təsadüfi olmur. Yəni, biz axı dedik, biz nəticə götürürüksə, əvvəlcədən dərsin planını hazırlamalıyıq, eləmi? Yəni, burada olan nəticə, götürülən nəticə təsadüfi olmur. Planlanmış proqram üzərindən, proqram nəticəsində biz buradan nəticə götürürük. Ümumi təlim nəticəsində artıq biz dedik axı, əvvəlcədən müəyyənləşdirilmiş, əvvəlcədən düşünülmüş plan əsasında həyata keçirilir mövzular. Ümumi təlim nəticəsi konkret olur. Ümumi təlim nəticəsi ölçülə bilən olmalıdır. Ümumi təlim nəticəsi hər bir yaş qrupunda özünü göstərir. Amma bu o demək deyil ki, hər bir yaş qrupu üçün ümumi təlim nəticəsi eynidir. Xeyr. Biz 5 yaşdan gözlədiyimiz, 5 yaş uşaqdan gözlədiyimiz bacarığı 3 yaş uşaqdan gözləməli deyilik. Çünki bu uşaqların yaşları fərqli olduğu kimi bacarıqları da fərqlidir. Yəni onların fəaliyyətləri də, göstərə biləcəkləri fəaliyyətlər də fərqlidir, yaşlarına uyğun olur. Ona görə də hər yaşa uyğun ayrı-ayrı nəticələr müəyyən edilir. Tərbiyəçi pedaqoji fəaliyyət zamanı hər hansı qrup üzrə ümumi təlim nəticələrini reallaşdırmalıdır. Nə deməkdir bu? Yəni müəllim dərsə girəndə fikirləşməməlidir ki, mən nə danışım, görəsən mən nə danışım, mən görəsən nə keçim, necə keçim bu dərsi. Müəllim dərsdən sonra uşaq nə etməlidir deyə fikirləşməlidir ki, artıq onun bir nəticəsi olsun. Artıq o oradan bir nəticə götürə bilsin. Dərs müəllim üçün yox, əlbəttə ki, uşaq üçün fikirləşməlidir, fikirləşməlidir müəllim. Artıq müəllim dərsi uşaq üçün planlaşdırmalıdır. Ümumi təlim nəticəsi dediyimiz kimi dərsimizin məqsədidir. Yəni məqsəd bərabərdir ümumi təlim nəticəsi bərabərdir məqsəd, məqsəd bərabərdir nəticə. Yəni ümumi təlim nəticəsi bizim dərsimizin məqsədidirsə, yəni bizim məqsədimiz varsa, biz o dərsdən, o fəaliyyətdən, o məşğələdən bir nəticə təbii ki də əldə edə biləcəyik. Dərsin məqsədi müəllimin fəaliyyəti demək deyil. Dərsin məqsədi uşağın qazandığı bacarıqdır. İndi onu da daha geniş məlumat verəcəm, ona da keçidəcəyik. Yəni bunu demək istəyirik ki, bu cümlədə ümumi təlim nəticəsi uşaq yönümlü olmalıdır, müəllim fəaliyyəti olmamalıdır. Yəni müəllim uşaqlara öyrətdiyi və artıq müəllim bilir ki, uşaqlara rəngləri öyrətmək yox, uşaq əsas rəngləri fərqləndirməyi bacarmalıdır həmin bu məşğələdə. Buna görə də o artıq planını bu üzrə həyata keçirməlidir. Ümumi təlim nəticəsi əvvəlcədən hazırlanmalıdır. Nə deməkdir bu? Bayaq dediyimiz kimi, müəllim dərsə girəndə improvizasiya etməməlidir. Çünki ümumi təlim nəticəsi dərsdən əvvəl yazılmalıdır. Ümumi təlim nəticəsinin planının əsası əvvəlcədən təşkil olunmalıdır. Buna görə də əvvəlcədən hazırlanmalıdır. Ümumi təlim nəticəsi nəticə yönümlü olmalıdır. Axı biz dedik, biz sonda nəticə götürməliyik. Axı biz nəticə götürmək üçün də əvvəlcədən bizim planımız olmalıdır axı. Biz proqram hazırlamalıyıq. Yəni, burada prosesə yox, nəticəyə yönəlir bizim məşğələmiz. Uşaq qulaq asır yox. Uşaq dinlədiyini anlayırmı? Axı biz burada nəticə götürməliyik. Ümumi təlim nəticəsi mövzuya uyğun olmalıdır. Nə deməkdir bu müəllimələr? Əgər mövzumuz
tutalım ki deyək ki, təhlükəsizlik qaydalardırsa, burada bizim nəticəmiz riyaziyyatla bağlı ola bilməz. Axı biz uşaqlara təhlükəsizlik qaydalarını keçmişik. Yəni burada bizim bir açar sözümüzdə meydana gəlir ki, mövzu plus nəticə. Mövzu ilə nəticə bir-birlərini əlaqələndirməlidir. Yəni biz uşaqlara təhlükəsizlik qaydalarını keçmişiksə, bizim uşaqdan gözləntimiz təhlükəsizlik qaydalarına uyğun olmalıdır. Yəni biz uşaqdan gedib riyaziyyatla bağlı hər hansı bir gözlənti gözləməməliyik. Yəni bizim gözləntimiz riyaziyyat məşğələsi ilə bağlı olmamalıdır. Buna görə də mövzu plus nəticə burada bir açar sözdür. Ümumi təlim nəticəsi 3-4 sayda olmalıdır. Nə deməkdir bu? Yəni ümumi təlim nəticəsini biz nə az verə bilərik, nə çox verə bilərik. Əgər çox olarsa müəllimələr, dərs zəif ola bilər. Amma yox, əgər ümumi təlim nəticəsini 4-dən çox verəriksə, bu zaman biz uşağı yükləmiş olarıq. Buna görə də ümumi təlim nəticəsi maksimum və minimum 3-4 sayda olmalıdır. Ümumi təlim nəticəsi indiki zamanda olmalıdır. Hansıdır indiki zamanın şəkilçiləri? Ir, ir, ur, ür. Yəni uşaq fərqləndirdi, uşaq tanıyacaq, uşaq ifadə edəcəkdir ifadələri düzgün deyildir. Bu bizim ümumi təlim nəticələrimizin xüsusiyyətlərinə ziddir. Deməli, uşaq tanıyır, uşaq fərqləndirir, uşaq ifadə edir. Ümumi təlim nəticəsində belə deyək, indiki zamandakı xüsusiyyəti tamamlayır. Yəni biz axı dedik, indiki zamanda olmalıdır. Ir, ir, ur, ür şəkilçilərlə bitməlidir. Gələcək zaman, keçmiş zaman bu şəkilçilərlə bitirsə, bu ümumi təlim nəticəsi hesab olunmur. Üzr istəyirəm. Bayaq dediyim kimi ümumi təlim nəticəsi uşaq yönümlü olmalıdır. Uşaq fəaliyyəti olmalıdır. Müəllim fəaliyyəti olmamalıdır. Daha sonra müəllimələr keçək məzmun xəttinə. Nədir məzmun xətti? Hər bir qrupda müəyyən olmuş məzmunun əsas və zəruri hissəsidir. Leytmotividir, bünövrəsidir, ana xəttidir. Nə deməkdir bu müəllimələr? Baxın, dedik ki, leytmotividir, bünövrəsidir, ana xəttidir. Dərsimizin ana xəttidir. Nə deməkdir? Bünövrəsidir. Nə deməkdir? Baxın, belə təsəvvür edə bilərsiniz ki, biz bina tikilir. Həmin bina nəyi üzərində qurulur? Bünövrə üstündə. Bünövrə olmasa həmin bina inşa edilə bilməz. Baxın, ümumi məzmun xətti də onun kimidir. Axı biz dedik, ana xəttidir, bünövrəsidir. Yəni bütün fəaliyyətlər məzmun xətti üzərində qurulur. Başa düşdünüz müəllimələr? Dedik axı, bünövrəsidir. Bütün fəaliyyətlər məzmun xətti üzərində qurulur. Açar söz kimi yadda saxlayın. Ana xəttidir, leytmotividir, bünövrəsidir, bərabərdir, məzmun xətti. Məzmun xətti birinci rəqəmli ifadə olunur. Nə deməkdir bu? Yəni, məzmun xətti bərabərdir inkişaf sahələri. Bunu yadda saxlayın. Biz inkişaf sahələrini keçdik sizinlə. Nə demək idi inkişaf sahələri? Biz bilirik ki, bizim 4 inkişaf sahəmiz var, 4 məzmun xəttimiz var. Məsəl üçün, 1.1.2 deyirik, eləmi? Burada ifadə olunan 1, birinci 1 bizim məzmun xəttimizdir, bizim inkişaf sahəmizdir. Ona görə də biz deyirik ki, məzmun xətti birinci rəqəmli ifadə olunur. Məzmun xətti dəyişmir. Yəni, inkişaf sahəsi dəyişmir. Bunu bir müəllim dəyişə bilməz. Bu, dövlət tərəfindən müəyyən edilibdir. Məzmun xətti ardıcıllıqla aparılır. Yəni, biz bunu qarışıq şəkildə öyrənməli deyilik. Müəllimələr, ardıcıl şəkildə məzmun xəttini, inkişaf sahələrini ardıcıl şəkildə bilməliyik. Belə. Dedik ki, məzmun xətti bərabərdir inkişaf sahələri. Bizim neçə məzmun xəttimiz oldu? Neçə inkişaf sahəmiz oldu? 4 məzmun xəttimiz, 4 inkişaf sahəmiz. Qısa hər birinə məlumat verim. Yenə də deməli birinci məzmun xəttimiz fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik idi. Burada biz nədən söhbət etdik? Bədən hərəkətlərindən, fiziki inkişaf dedik. Daha sonra sağlamlıq vərdişləri. Axı biz burada sağlamlıq deyirik. Daha sonra isə təhlükəsizlik vərdişlərindən, təhlükəsiz davranış vərdişlərindən məlumat verdik. İkinci inkişaf sahəmiz, ikinci məzmun xəttimiz, artıq biz inkişaf sahəsini qoyuruq bir kənara, məzmun xətti deyirik. Biz artıq bunları məzmun xətti adlandırırıq. İkinci məzmun xəttimiz idraki inkişafdır.
İdraki inkişaf nədir? Burada biz nələrdən söhbət etdik? Burada biz nələrdən danışdıq? Uşağın düşünməsindən, uşağın nitqindən, uşağın riyazi anlayışları bilməsindən, qavramasından, riyazi anlayışları anlayışlarının inkişafından danışdıq biz burada. Bunlara bu nələrə aid? Bu hansı inkişaf sahəsinə aid idi? Hansı məzmun xəttinə aid idi? Təbii ki də idraki inkişafa. Üçüncü məzmun xəttimiz estetik və yaradıcı inkişaf. Burada nələrdən söhbət getdi müəllimələr? Uşağın yaradıcılığından, uşağın fantaziyasından, uşağın estetik zövqündən, deməli bu estetik və yaradıcı inkişaf sahəsində özünü göstərir. Sonuncu məzmun xəttimiz, sonuncu inkişaf sahəmiz, yəni 4-cü məzmun xəttimiz sosial və emosional inkişaf. Nə idi bu? Biz burada nələrdən danışmışdıq müəllimələr? Uşağın ünsiyyətindən, adından da bəllidir. Uşağın emosiyalarının idarə etməsindən, uşağın cəmiyyətə uyğunlaşmasından, daha sonra növbə gözləməsi, uşağın kollektivlə birgə fəaliyyətindən artıq biz 4-cü məzmun xəttimiz olan sosial və emosional inkişafda söhbət açmışdıq. Daha sonra müəllimələr, məzmun standartları dedik. Məzmun standartı uşağın bilik və bacarıq hissəsinə qoyulan dövlət tələbidir. Nə deməkdir bu? Məzmun standartı. Yəni, uşaq nəyi bilməlidir? Sualı burada artıq cavablandırılır. Məzmun standartı dövlət tərəfindən həyata keçirilir. Məzmun standartı 5 ildən bir dəyişilə bilər. Məzmun standartı əsasən dəyişir. Amma indi biz keçəcəyik məzmun standartının 2 növünü. Deməli, əsas standartlı, alt standartlı, onlara da nəzər yetirəcəyik. Məzmun standartından daha nələr deyə bilərik? Məzmun standartı deməli, uşağın bilik hissəsinə, bacarıq hissəsinə qoyulmuş dövlət tələbidir. Yəni, məzmun standartı bərabərdir bilik plus bacarıq plus dövlət tələbi. Uşaq nəyi bilməlidir? Burada sual verilir. Uşaq nəyi bilməlidir? Artıq bu suala biz məzmun standartı vasitəsilə cavab tapırıq. Dedik ki, məzmun standartı öz-özlüyündə 2 qrupa bölündü. Hansıları idi? Əsas standart, alt standart. Başlayaq əsas standart ilə. Nə idi əsas standart? Məzmun xəttinin istiqamətini göstərir. Əsas standart ümumi olur. Nə demək idi bu? Yəni, misal göstərəcəm sizə. 1.2.3. Sizcə burada əsas standart hansıdır? İkinci rəqəm. Əsas standart ikinci rəqəmlə ifadə olunur. Əsas standart əsasən dəyişir. Əsas standart burada dediyimiz 2.2.1. Məsəl üçün 2.2.1 deyirsə, burada ikinci rəqəm hansıdır? 2. Və yaxud da ki, deyirik ki, 2.3.3. Burada bizim əsas standartımız hansıdır? İkinci rəqəm. Deməli, burada 3 bizim əsas standartımızdır. Daha sonra keçək alt standart. Alt standart nəyə deyilir müəllimələr? Alt standart əsas standartın bir hissəsidir. Yəni, əsas standartla əsaslanır. Alt standart daha detallı şəkildə olur. Yəni, alt standart əsas standartda qeyd olunan xüsusiyyətlərin demək olar ki, açıqlamasıdır. Dərsin planlaşdırılmasında alt standart əsas rol oynayır. Alt standart daim dəyişir. Yəni, bizim alt standartımız bilirsiniz ki, daimi qalmır. Məsəl üçün, 2.3.1-də alt standart fərqlidirsə, 3.2.1-də fərqli olacaq. Yəni, bu daimə dəyişir. Eyni zamanda, alt standart 3-cü rəqəmlə ifadə olunur. Hansı ki, bizdə də 2.3.1, burada sonuncu 3-cü rəqəm olan 1 bizim alt standartımız hesab olunur. Belə müəllimələr, bugün söhbət etdik, bugün danışdıq, açıqlamasını verdiyim, izahlarını verdiyim mövzu ümumi təlim nəticəsi. Hansı ki, qəbulda rastlaşacağımız mövzulardan biri ümumi təlim nəticəsidir. Ümumi təlim nəticəsi haqqında danışdıq, ümumi təlim nəticəsində məzmun xətti ilə danışdıq, ümumi təlim nəticəsində biz məzmun standartından danışdıq, ümumi təlim nəticəsində biz əsas standartdan danışdıq, alt standartdan danışdıq və bunların bir-birinə fərqini müəyyənləşdirdik. İnşallah gələn dərsdə də bunu daha da əyani şəkildə öyrətməyə çalışacağam. Daha da görərək göz yaddaşla mənimsəyəcəksiniz. Belə yaxşı dinləyin, qulaq asın. Bir neçə dəfə dinləsəniz dərsi yaxşı qavrayacaqsınız.
İnşallah gələn dərsdə də görüşənə qədər, gələn dərsdə də digər mövzuların izahını verəcəm. Bu mövzu ilə bağlı nə ki çətinliyiniz olarsa mənə müraciət edə bilərsiniz. Sağ olun, salamat qalın.